Bakı-Gəncə avtomobil yolunda sərnişin daşıyan avtobus qəza edib. Hadisə magistral avtomobil yolunun Zazalı qəsəbəsindən keçən hissəsində qeydə alınıb. Belə ki, Hyundai markalı avtomobil Range Rover markalı maşına arxadan çırpılıb. Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub. İlkin məlumata görə 4 şəxs müxtəlif dərəcəli xəsarət alıb. Yaralılar Gəncədə yerləşən xəstəxanalardan birinə yerləşdirilib. Qəzanın təfərrüatları dəqiqləşdirilir. Ağdamda çoban həm yerlisini güllələdikdən sonra özünə qəsd edib. Hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb. 1975-ci il təvəllüdlü Rövşən Şirinov həm yerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi rayon xəstəxanasına çatdırılıb. Elşad Gözəlov isə sonradan özünə atəş açıb, o aldığı yaradan ölüb. Rövşən Şirinovun müalicəsi Ağdam rayon mərkəzi xəstəxanasında davam etdirilir. Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir. İyunun 7-sində Araz çayında batan Turan Mirişlinin meyti tapılıb. Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, çayın İmişli rayonu Rəsullu kəndi ərazisindən keçən hissəsində batan 2009-cu il təvəllüdlü Mirişli Turan Mirağıoğlunun meyti Fövqəladə Hallar Nazirliyinin dağılışları tərəfindən batdığı yerdən 500 metr məsafədə sudan çıxarılaraq aidiyyatı üzrə təhvil verilib.